Azərbaycan Əmkarlı İttifaqları Konfederasiyasında 8 noyabr Zəfər günü münasibəti ilə tarixi zəfər tədbiri keçirildi. Tədbirdə dövlət rəsmiləri, Azərbaycan Əmkarlı İttifaqları Konfederasiyasının rəhbərliyi və kollektivi üzv təşkilatları nümayəndələri iştirak elədilər. Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirildi. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaq görən siyasətindən və müdrik qərarlarından söz açdı. Əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs elədi. Qarabağ Azərbaycandır. Göydə göy qurşağı taşı yelləyirəm bayrağını, himnini eyləmişəm bildim Azərbaycanım, ölmədim. Ağcınını gördüm Azərbaycan. Konfederasiya sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov isə keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışdı. Mənim üçün bugün təkcə qürur deyil, həm də kövrək duyğularla dolu bir gündür. Cəbrayıl Füzuli Xocavənd istiqamətində keçirdiyim döyüş yolu həyatımın ən şərəfli mərhələsindən biridir. Yaxşı yadımdadır. Cəbhəyə gedərkən hərbi maşın karvanı dayandığı zaman qasaraq bizə yaxınlaşan yüzlərlə könüllü gənclər, yeniyetmələrin şahidi olurduq. Onlar bizə yaxınlaşaraq bizlə bərabər döyüş bölgəsinə, cəbhəyə yollamaq istəyini bildirirdilər. Bəli, bütün bu gördüklərimiz bizim döyüş ruhumuzu, döyüş əzmimizi artırırdı. Digər çıxış edənlər də Azərbaycan ordusunun gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd elədilər. Tarixi zəfər tədbiri bədii hissə ilə davam elədi. Şəhid övladlarından ibarət xor qrupunun Şəhid övladlarının Zəfər sədası kompozisiyası alqışlarla müşahidə olundu.